Salam, mən biologiya müəllimi Məsmə Surxayeva. Bugün sizlərə yeni 8-ci sinif dərsliyindən olan qan bölməsinə aid qanın tərkibi və funksiyaları mövzusu haqqında danışacağam. Deməli, gəlin baxaq qanın funksiyaları nələrdir, orqanizmdə hansı funksiyaları qan yerinə yetirir. Burada belə bir sizə şəkil verib. Şəkildəki cihaz sentrifuqa cihazıdır. Deməli, qanın laboratoriyada analizini apararkən qan xüsusi şüşələrdə sentrifuqa aparatına yerləşdirilir. Sentrifuqa aparatı bir neçə dəfə dövr etdikdən sonra, yəni çox sürətlə fırlanmaya malikdir. Fırladıldıqda həmin qanın formalı elementləri və plazması qanda çökür. Bunlar şəkildə görünür ki, deməli bu qanın formalı elementləridir, qırmızı ilə olan. Sentrifuqadan keçdikdən sonra qanın eritrositləri, formalı elementləri qanın şüşənin dibinə çökür. Plazması isə sarı rəngdə verilən yuxarı hissəsində qalır. İnsan orqanizminin qan birləşdirici toxumasına aiddir. Biz bilirik ki, insanda 4 qrup toxuma var. Birləşdirici, sinir, epitel və əzələ toxuması. Qan maye birləşdirici toxumaya aiddir və orqanizmin qan, limfa və toxuma mayesi orqanizmin daxili maye mühitini təşkil edir. Qan orqanizmin 7-8%-ni təşkil eləyir. Yəni, orta yaşlı insanda qan bədənin kütləsinin 7-8%-ni təşkil edir. Və o orqanizmdə bir sıra funksiyalar yerinə yetirir. Qan toxuma və hüceyrələrə qidalı maddələr daşıyır ki, bu da onun qidalandırıcı funksiyalarına aiddir. İfrazat məhsullarını, parçalanma məhsullarını bədəndən kənarlaşdırmaq üçün ifrazat orqanlarına daşıyır. Bu da qanın ifrazat funksiyalarına aiddir. Sonra bədənə daxil olmuş bəzi zərərli patogenlərin məhv edilməsində, zərərsizləşdirilməsində qanın böyük rolu var ki, bu da müdafiə funksiyası daşıyır. Hormonların daşınmasında iştirak edir. Çünki endokrin vəzilərdə əmələ gələn hormonlar daxili sekresiya vəzilərində, yəni əmələ gələn hormonlar qan vasitəsilə müxtəlif orqanlara bədəndə yayılır ki, bu da qanın tənzimləyici funksiyasına aiddir və qan istilik tənzimində də iştirak edir. Qanın tərkibinə gəldikdə, qan özü tərkibi iki yerə ayrılır. Qanın formalı elementləri qan iki yerə ayırır. Qanın plazması və formalı elementlər. Qanın plazması qanın birləşdirici toxumasına aiddir və hüceyrə arası maye hissəsidir. Plazman qanın 55%-ni təşkil eləyir. Əgər biz qanı 100% qəbul etsək, onun 55%-i plazmanın payına düşür. Yerdə qalan 45%-i isə formalı elementlərdir. Formalı elementlərin özü leykositlər, eritrositlər və trombositlərdir. Plazmanın tərkibi isə 90% plazmanın sudur. Deməli, qanın özünün 55%-i plazmadırsa, plazmanın isə, yəni 55%-in biz özünü 100% kimi götürsək, bunun da 90%-i sudur. 90% su, 10% isə üzvü və mineral maddələr təşkil eləyir. Eritrositlər. Eritrositlər yetkin halda nüvəsiz, bölünməyən qan hüceyrələrdir. Bunların bölünməməsinə səbəb onların nüvəsinin yetkin halda olmamasıdır və ortası basıq disk şəkilli formadadır. Eritrositin burada şəkli verilib, kürə şəkilli, yəni dairəvi disk şəkilli, ortası basıqdır. Nüvəsi yetkin halda olmur. Lakin onlar ilk dəfə qırmızı sümük iliyində əmələ gəlir. Əmələ gələndə bunların nüvələri olur.
qan damarlarına keçdikdən sonra bunlar nüvələrini itirir. Buna görə də bunlar ontogenizi, yəni yaranandan məhv olana qədər olan bir dövrü ontogeniz əhatə edir. Ontogenizi zamanı bunların nüvəsi olur, lakin sonradan qan damarlarına keçməsi ilə əlaqədar olaraq bunlar nüvələrini itirir. Ömürləri bunların 120 gündür. Qaraciyər və dalaqda parçalanır. Bunlara qırmızı rəng verən hemoqlobin zulalıdır ki, tərkibində bunlara qırmızı rəng verir. Və hemoqlobin zulalı özünə bir eritrositdə 250 milyon hemoqlobin molekulu olur. Hemoqlobin molekulu da özünə 4 oksigen molekulu birləşdirir. Deməli, bir eritrosit hüceyrəsində 250 vurulsun 4, yəni 1 milyard oksigen molekulu birləşdirə bilir. Bu da yetərincə böyük bir rəqəmdir. Oksigenin və qismən karbon qazının daşınmasında iştirak edirlər. Əgər özünə oksigen birləşdiribsə, al-qırmızı rəng alır eritrosit qan. Lakin karbon qazı birləşdirəndə isə qan tünd rəng. Əgər özünə karbon qazı birləşdiribsə, qan tünd rəng alır, yəni venoz qana çevrilir. 1 kub millimetr qanda 4-5 milyon eritrosit olur. Leykositlər. Leykositlərin bir neçə növü məlumdur. Bunların hamısının nüvəsi var və rəngsizdirlər. Bunlara bəzən ağ qan hüceyrəsi də deyirlər. Yalançı bəziləri yalançı ayaqlar əmələ gətirmək xüsusiyyətinə malikdir. Bu da yalançı ayaqlarına görə fəal hərəkət edirlər qan damarlarında. Və qan kapilyarlarını tərk etmək xüsusiyyəti də var bunlarda ki, hər hansı bir orqanizmə, yad cisim, mikroorqanizm, patogenlər daxil olanda həmin leykositlər əmələ gətirdikləri yalançı ayaqları ilə damardan çıxırlar və yalançı ayaqları ilə həmin mikrobları əhatə edirlər və onu udurlar. Burada da göstərilib ki, bakteriya hüceyrəsini leykositlər əhatə edib udurlar. Və bu hadisəyə biz fagositoz hadisəsi deyirik. Fagositoz hadisəsini ilk dəfə Meçnikov tərəfindən elmə gətirilib və bu kəşfinə görə alimə Nobel mükafatı da verilmişdir. Mikroorqanizm və yad cisimləri deməli leykositlərin bəzi növləri məhv etdilər. Leykositlər özləri qırmızı sümük iliyində və limfa düyünlərində yaranırlar. Ömürləri bir neçə saata qədərdir, bəziləri isə bir neçə saatdan bir neçə gün, hətta bir neçə ilə qədər yaşaya bilir. Bunu da deyə bilərik ki, bir leykositin ömrü hər hansı bir mikroorqanizmlə rastlaşana qədərdir. Çünki mikroorqanizmlə rastlaşıb onu məhv etdikdən sonra leykositlərin özü də məhv olurlar. Bəzən əlimizə tikan batdıqda, əlimizə hər hansı bir hissəsində zədələndikdə, ora mikrob düşdükdə, leykositlər onlara udub özləri də məhv olurlar və o hissədə leykositlərin ölmüş yoluna irin çirk əmələ gətirir. Trombositlər. Trombositlər rəngsizdir, nüvələri olmur. Onlar qırmızı sümük iliyində əmələ gəlir, eritrositlər kimi və ümumiyyətlə belə yadda saxlayaq ki, həm leykosit, həm eritrosit, həm də trombositlər hər üçü qırmızı sümük iliyində əmələ gəlir. Bunların yaşama müddəti 7-14 gün arası dəyişir və trombositlər qaraciyər və dalaqda parçalanır eritrositlər kimi. Trombositlər qanın laxtalanma funksiyasında iştirak edir ki, bu da qanın müdafiə funksiyasına aiddir ki, insan orqanizmi zədələnmələrdən qorumaq üçün, qanın zədələnmələrdən deyil də, yəni qanın artıq itkidən qorunması üçün rol oynayır. Qanın laxtalanması özü də mürəkkəb bir prosesdir. Bunun üçün qanın tərkibi trombositlər rəngsiz nüvələri olmayan hüceyrələrdir. Onlar qırmızı sümük iliyində əmələ gəlir. Ümumiyyətlə belə yadda saxlayaq ki, həm trombositlər, həm leykositlər, həm eritrositlər qırmızı sümük iliyində hər üçü əmələ gəlir.
Yaşama müddətləri fərqlidir. Məsələn, leykositlərdə biz dedik ki, bir neçə ilə qədər yaşaya bilir. Eritrositlər 120 gün yaşayır, amma trombositlərin yaşama müddəti 7-14-10 gün arasında dəyişir. Trombositlər də eritrositlər kimi qaraciyər və dalaqda parçalanır. Trombositlər qanın laxtalanma funksiyasını yerinə yetirir ki, bu da qanın müdafiə funksiyasına aiddir və orqanizmin artıq qan itkisinin qarşısını alır. Qanın laxtalanması özü də mürəkkəb bir prosesdir. Bunun üçün fibronogen zolalı olmalıdır, fibrin mövcud olsun. Yəni qanda fibronogen fibrin liflərinə çevrilir, fibrin saplarına. Kalium vitamini qaraciyərdə protrombin və digər bəzi qan laxtalarının sintezi üçün vacibdir. Kalsium bu amillərin aktivləşməsində, yəni protrombinin trombinə çevrilməsi prosesində birbaşa iştirak edir. Burada şəkildə göstərilib, qanın laxtalanması prosesi göstərilib. Burada damarların zədələnməsi zamanı eritrositlər damarı tərk eləyir. Lakin kimyəvi dəyişikliyə məruz qalan fibronogen fibrinə çevrilir və fibrinə çevrilməsi nəticəsində fibrin sapları qan damarlarını tutur tor şəklində. Oradakı eritrositlərin və qanın digər formalı elementlərin həmin zədələnmiş nahiyədən çıxmasının qarşısını alır və bununla da tromb yaranır həmin hissədə. Normal sağlam insanda qanın laxtalanması 3-8 dəqiqə çəkir. Limfada da fibronogen var, amma limfa eyni şəraitdə qana nisbətən daha yavaş laxtalanır. Bəzi irsi xəstəliklər var ki, məsələn, hemofiliya zamanı qan laxtalanmır və bunun üçün insan bədəninə adi kiçik zədələnmələr zamanı belə onlar böyük qan itkisinə səbəb olur. Həmin laxtalanmanı təmin edən bəzi amillərin olmadığı üçün, yəni onların bədənində qan laxtalanmır. Bu da irsi xəstəlikdir, yəni genetik xəstəlikdir, nəsildən nəsillə ötürülür. Burada düşün, müzakirə et, paylaş hissəsində belə bir sual verir. Deyir ki, qan daim bir çox maddələrin daxil olmasına baxmayaraq plazmanın tərkibi demək olar ki, dəyişmir. Sizcə nə üçün? Buradakı suala belə cavab verə bilərik ki, bədəndə müxtəlif orqanlar var ki, məsələn, böyrəklər, ağciyərlər. Bunlar qanın plazmasındakı suyun, duzun, şəkərin, digər maddələrin miqdarını sabit saxlayır. Əgər bədəndə orqanizmdə zərərli ifrazat məhsulları varsa, böyrəklər vasitəsilə xaric olunur orqanizmdən və yaxud artıq qanda zərərli qazlar varsa, bu qazlar ağciyərlər vasitəsilə tənəffüs yolları ilə xaric olunur. Bu da orqanizmin daxili mühitinin sabit qalmasına səbəb olur. Sonra burada öyrəndiklərinizi tətbiq edin hissəsində belə bir tapşırıq verib. Deyir ki, məktəblinin qan analizinin nəticələrinə görə bəzi göstəricilər göstərilib. Burada eritrositlərin, deməli, biz normal eritrositlərin miqdarı dedik ki, 1 kub millimetrdə 4,5 milyon arası dəyişir. Kişilərdə düzdür, bu rəqəm az qadınlara nisbətən yüksək olur. 4,5-6 milyon arası kişilərdədir. Qadınlarda 3,8-5 milyondur. Buradakı məktəblinin qanındakı eritrositlərin sayı da bizə 5,7 milyon verib. Lakin burada bizə cinsi vermədiyi üçün biz buna belə deyə bilərik ki, əgər bu oğlandırsa, bunun qanının eritrositləri normaldır. Çünki oğlanlarda 6 milyona qədər olmalıdır. Amma qızdırsa, bunun eritrositləri bir qədər yüksəkdir. Leykositlərin miqdarı dedik ki, 4-12 min arası dəyişir 1 kub millilitr qanda. Və burada leykositlərin miqdarı 20 min kub millimetr verib. Bu leykositlərin miqdarı yüksəkdir. Həm kişi olsun, həm qadın cinsinə mənsub olsun, fərq etmir. Leykositlərin miqdarı yüksəkdir. Ola bilər ki, həmin məktəbli hər hansı o zaman analizi zamanı xəstə ola bilər. Çünki adi qan analizinə biz gedəndə xəstə olarıqsa, qrip və yaxud angina, hər hansı bir iltihabi proses baş verirsə, bizim avtomatik olaraq
biz analiz zamanı bizim leykositlərimiz yüksək çıxır. Bu da normal bir haldır ki, bədəndəki hər hansı bir infeksiyon proses gedir. Ona görə leykositlərin sayı artır. Trombositlər isə 150-400 min arası dəyişir normal insanda. Burada da 241 min verib 1 kub millimetrdə. Bu da normaldır. İstər oğlan olsun, istər qız olsun, fərq etməz. İndi gəlin öyrəndiklərinizi yoxlayın hissəsindəki olan tapşırıqlara baxaq. Burada birinci sualda deyir ki, qan insan orqanizmində hansı funksiya yerinə yetirir? Dedik ki, qan insan orqanizmində bir çox funksiya yerinə yetirir. Onlardan biri qidalandırıcı funksiyadır, tənəffüs funksiyasıdır, ifrazat, müdafiə, tənzimləyici funksiyaları var qanın. İkinci, insanın qan plazmasının əsas tərkib hissəsini nə təşkil edir? Dedik ki, qanın tərkib hissəsi plazma və formalı elementlərdən təşkil olunub. Plazma qanın 55%-ni, qanın formalı elementləri isə 45%-ni təşkil edir. Və plazmanın özünün də 90%-ni sudur. Deməli, qanın plazmasının əsas hissəsi sudur. Yerdə qalan 10%-i isə minerallar və üzvü maddələr təşkil edir ki, bunun içərisində zülallar var, mineral duzlar var müəyyən nisbətdə. Üçüncü, güclü qanaxmalar zamanı insanın vena damarına nə üçün kalsium xlorid məhlulu vururlar? Bu sualın cavabını belə deyərdik ki, damarın vurulmasına səbəb, həmin iynənin vurulmasına səbəb kalsiumun qanın laxtalanmasını sürətləndirməsidir ki, bu da qan itkisinin qarşısını alması üçündür. Dördüncü, düzgün fikirləri seçin. İnsanın qanında qazların daşınmasında iştirak edən formalı elementlər. Yəni, burada eritrositlərdən söhbət gedir. Çünki dedik ki, qazların daşınmasında iştirak edən qanın formalı elementlərindən eritrositlərdir. Eritrositlər birinci ifadəyə baxaq, yetkin halda nüvəsi olmayan qan hüceyrələridir. Bəli, bu ifadə doğrudur. Çünki onlar qırmızı sümük iliyində ilk dəfə əmələ gələndə nüvələri var idi. Lakin qan damarlarına keçdikdən sonra onlar nüvələrini itirirlər və yetkin halda eritrositlərin nüvəsi olmur. Bu da özünə daha çox oksigen molekulu birləşdirməsi üçündür. Birinci ifadə doğrudur. İkinci, dalaq və ağciyərdə parçalanır. Dalaqda parçalanması doğrudur. Lakin dalaq və qaraciyərdə parçalanır. Buradakı ağciyər ifadəsi səhvdir. Deməli, ikinci ifadə səhv fikirdir. Üçüncü, aktiv hərəkət etmək qabiliyyətinə malikdir. Eritrositlər aktiv hərəkət etmə qabiliyyətinə malik deyillər. Lakin leykositlər aktiv hərəkət etmə qabiliyyətinə malik idilər. Çünki onların yalançı ayaqları var idi bəzi nümayəndələrinin. Bu da onların hətta damardan çıxıb toxumalara, orqanlara keçməsinə də səbəb olurdu. Üçüncü ifadə səhvdir, yəni eritrositə aid deyil. Dördüncü, qırmızı sümük iliyində əmələ gəlir. Bu ifadə doğrudur. Çünki mən bayaq qeyd etdim ki, həm leykositlər, həm eritrositlər, həm də trombositlər qırmızı sümük iliyində əmələ gəlirlər. Beşinci, qanın laxtalanması zamanı parçalanır. Qanın laxtalanması zamanı parçalanır, bu ifadə eritrositə aid deyil. Bu qanın laxtalanması trombositin funksiyasıdır. Deməli, bu dərsimizdən bu qədər. Ümid edirəm videodakı mövzu haqqında, danışdığım mövzu haqqında başa düşdünüz. Növbəti mövzular haqqında videolar çəkib paylaşacağım.